Mən çıxış etməmişdən əvvəl Ziba xanım danışdılar məhsullar haqqında, Türfə xanım bura necə gəlməklə. Sizə bir sualım var. Baxın, özünüzə sual verin. Nədən buradasınız? Sağlamlığı axtarmaq üçün. Bax, kim o suala cavab ki, başqa nə? Nə istəyirsiniz? Bax, bura niyə Pul da yığışmışsınız? istəyirik, sağlamlıq da istəyirik, hər şey istəyirik. Başqa nə istəyirsiniz? Başqa nə istəyirsiniz? Kollektiv. Hə. Kim başqa kim nə istəyir? Biraz ortalığı biraz canlandıraq. Gülər Başqa xanım, nə istəyirsiniz? pozitiv Kim nə bir istəyir xanımdır. Nə desiniz? istəyirsiniz siz? Biznes qurmaq istəyirlər ha. Yo. O xanım mənim üçün çox maraqlıdır. Siz nə istəyirsiniz? Dünya görüşüm artır, firmayla tanış Mən oluram, asıl sağlamlıq. özümə aid nəsə fikirləşirəm, mənə nə lazımdır oradan belə. Siz nə istəyərdiniz gözəl xanım? Gənc xanım var. Siz də o da, hə, bax bu xanım. Bax, buraya İstifadəçi xanım. yığışmışıq da. Deyək ki, bax, özümüz Xanım, qalırıq. İstifadəçi xanım. Adınız nədir? Təri xanım. Nə istəyərdiniz? Bəlkə məcbur gəlsiniz. Təri xanımı dinləyək. Nə istəyirsiniz? Önce sağ olun, sonra da sizin gibi güzel bir kollektifle birlikte olmak için. Nə gözəl. Əsas da, baxın, bizim işimiz təkcə sağlıq deyil, sosiallaşmaq lazımdır. Bugün məsəl üçün, müəllimələrin çoxsu pensiya çıxıblar, amma otura bilməyəcəklər evdə. Onlara yeni kollektiv lazımdır. Buyur Pərvanə xanım. Baxın, mən sizə qısa bir öz həyat hekayəmi danışacağım. Kövrəlmək istəyən kövrələr, gülmək istəyən gülər. Amma bəlkə sizin hansınızsa birinin həyatına toxunaramsa, nə xoş mənə olar ki, buradan hansısa biri lider çıxarsa, xoş olar mənə də ki, kimisə həyatına toxundum. Mən Pərvanə İsmailova artıq 10 ilə yaxındır ki, şəbəkə sistemində çalışıram. Artıq 2 ildir ki, Ziba xanım kimi gözəl bir komanda rəhbərinin yanında fəaliyyət göstərirəm. Zamanla mən də sizin kimi təhsilli olsam da ancaq heç vaxt işləməmişdim. Amma mən də sizin kimi evdə oturaraq bir 300 manatlıq, 500 manatlıq uzağı bir iş axtarırdım özümə. Amma sosial şəbəkə ilə bir gün fikirləşdim ki, mən bunu edəcəm də. Nə qədər insan o içində olan potensialı çıxartmaq istəyir axı. Nə harda olsa o istəyir ki, çıxsa. 300-500 manatlıq bir maaşın arxasınca gedən Pərvanə bugün yüksək gəlirlərlə, yəni sizin qarşınızdadır. 2 uşaq anasıyam, 2 tələbə uşağım var. Yəni çox böyük işlər görmüşük, çox şükürlər olsun Allaha. Baxın, əgər sizin də ürəyinizdən hansısa bir arzunuz keçirsə, hansısa bir yarım qalmış bir xəyalınız varsa, arzunuz varsa, məqsədiniz varsa, inanın ki, bugün doğru bir yerdəsiniz, doğru bir seçim.